Aparıcı Səidə Bəkir qızı müğənni Rəqsanə İsmayılovanın qonaq olduğu verilişə zəng edib. Global Influence xəbər verir ki, Səidə Bəkir qızı Space TV-də yayımlanan tarixin bir günü verilişində Rəqsanə ilə qalmaqalı haqda danışıb. Stat: Anam, qaynanam və qızım mənə hər gün deyir ki, az danış, amma bir mövzu haqqında danışmaq istəyirəmsə danışıram. Düz də deyə bilərəm, səhv də. Sonradan baxıb deyirəm ki, bu mənim nəyimə lazım idi. Bir səhifədə yazılıb ki, güya mən demişəm Rəqsanəni bağışlasam şərəfsiz qızıyam. Bu yalandır. Məni sevməyə bilərsiniz, amma qələminizə hörmət edin deyə Səidə Bəkir qızı qeyd edib. Verilişin qonağı olan Rəqsanə İsmayılova isə Səidə Bəkir qızının zəngindən sonra özünü qınadığını deyib. Stat: Düşündüm ki, niyə illər əvvəl mənim üzərimdə əziyyət olduğunu xatırlamadım, niyə xətrinə dəydim? Öz aramızdır, sən də mənim xətrimə dəymişdin, amma artıq keçib. Amma çatlayın, heç nə olmadı, istədiyiniz olmadı. Səidə, sənə bir qazan dovğa bişirib gətirəcəm, çəkişməsən bərkiməzsən. Statın sonu. Qeyd edək ki, Səidə Bəkir qızı Rəqsanə İsmayılovanın açıq-saçıq geyimdə fotosessiya etdirməsini tənqid etmişdi. Rəqsanə İsmayılova isə cavab olaraq aparıcının ailəsini təhqir etmişdi. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.